Təəccüblü olur, la ilahe illallah deyir, yasən gedir pirə. La ilahe illallah deyir, dua eləyir filan kəsə. İnsanlar savadsızdırlar, hətta bu kəlmə üzrə. Görürsən, deyir, lakin gedir, məsələn, dağa, gedir ağaca, pirlər cürbəcür özünüz görürsünüz. Ağacdan var, daşdan var, hətta qaloşdan pil var. Yəni, cəhalət, savadsızlıq. Özü də biz nədir, dəhşətə gəlir. Krişnaitdən Hindistan olsaydı adam təəccüblənməzdi. Çünki orada elə bir şey yoxdur ki, ona ibadət eləməsinlər. Elə bir şey yoxdur ki, hər məhəllədə görürsən ona ibadət edirlər. Hətta hər şeyə. Adam utanmır da deməyə. Lakin bizi onlardan fərqləndirən nədir? Biz təvhid əhliyiz, la ilahe illallah. Yəni bu deyən gedir qaloş və ya gedib raxit, xəstəyə, bu dünyada xəstə idi, raxit idi. Yəni Allah ağıl verib də. Əgər o şəfa verə bilsəydi, sənə özünü verərdi birinci, özünü düzəldərdi. Öləndən sonra gəlibsən ondan məsələn, istəyirsən nəsə, şəfa və s. Bunlar hamısı nədir qardaşlar? La ilahe illallahın düzgün başa düşmürlər.